بسم الله الرحمن الرحیم اللهم إني أسألك فيه ما يرضيك وأعوذ بك مما يؤذيك وأسألك التوفيق فيه لأن أطيعك ولا أعصيك یا جواد السائلین. Bismillahirrahmanirrahim və bihi nəstəin. Xoş gördük, hörmətli izləyicilər. Artıq mübarək Ramazan ayının 24-cü günündəyik. İnşallah bugünkü günün duasını oxuyub, tərcümə edib və bəzi nöqtələrini siz əzizlərin diqqətinə çatdıraq. Bismillahirrahmanirrahim. Allahumma inni əs'aluka fihi ma yurdik və a'udhu bika mimma yu'zik və əs'aluka tevfike fihi li'an uti'ak və la a'siyaka ya cevadel sailin. İlahi, bugün səndən səni razı salan əməlləri istəyirəm və səni qəzəbləndirən əməllərdən sənə pənah aparıram. Səndən istəyirəm ki, bugünkü gün məni sənə itaat etməyə vadar edəsən. Ey hacəti olanlara qarşı səxavətli Allah. Birinci nöqtədə Allahdan istəyirik ki, Allahümmə inni əs'aluka fihi ma yurdik. İlahi, o əməllər ki, sən razısan o əməllərdən, bizə onu nəsib elə. Bu ən böyük kəmalatdır ki, insan, yəni insanın əməllərindən Allah razı qalar. Allah insandan razı qalar. Bundan böyük bir məqam demək olar ki, yoxdur. Yəni, çox böyük məqamdır ki, insanın görəcəyi işlər Allah qarşısında qəbul olunmuş olsun və Allah da o bəndədən razı olsun. Yəni, ona görə də Allahdan istəyirik ki, ilahi, bizə nəsib elə ki, elə bir işləri görək ki, sən o işlərdən razı olasan. Və sonra buyurur ki, və əuzu bikə mimmə yuzik və sənə pənah aparıram o işlərdən ki, sənin onda qəzəbin var. Bütün qəzəbi olan işlərdən sənə pənah aparıram. Yəni, günahlardan, qeybətdən, töhmətdən və bu kimi günahlardan, şeytana baş əyməkdən, nəfsimə baş əyməkdən sənə pənah aparıram. Kömək elə, yəni Allahdan istəyirik ki, bizə kömək elə ki, bu xüsusilə də mübarək günlərdə, Ramazan ayının mübarək günlərində kömək ol bizə ki, səni əziyyət edən, sənin qəzəb və tuş gələcək əməllərdən uzaq olun. Keçən söhbətlərimizdə də qeyd etdik ki, əgər insan bilmək istəyirsə Allah ondan razıdır yoxsa yox, gərək özünə diqqət yetirsin, özünə müraciət eləsin ki, mən nə qədər Allahdan razıyam. Əgər Allahdan razısansa, Allah da səndən razıdır. Bəs əgər Allahdan razı deyirsənsə, Allah da səndən razı deyil. Bizim bir hədisimizdə nəql olunub ki, buyurur, Əntumul kəl mərza Vallahu Rabbul aləmin qət-təbib. Buyurur ki, siz xəstəsiniz, xəstə misalındasınız. Allahsa təbibdir. Bir xəstə, yəni həkimlə xəstənin münasibəti necə olur? Yəni, həkim gəlir xəstənin yanına, deyir ki, bu dərmanları yeməlisən, bu dərmanlardan istifadə eləməlisən. Əgər istəyirsənsə sağalasan, bu dərmanlardan istifadə eləməlisən və bu məsələn bir neçə yemək sadalayır və deyir ki, bu yeməklərdən istifadə etmə, çünki sənə zərərlidir və bu yeməklərdən və bəzi yeməklərdən istifadə et ki, sənə xeyirdir, sənin immuniteti qaldıracaq və sənə bədənində güclənmə olacaq və onun nəticəsində sən şəfa tapacaqsan. Allah da bu cürdür. Allah buyurur ki,
Məsələn, bu işləri görməyin haramdır. Naməhrəmə baxmaq haramdır. Haram tikə yemək haramdır. Ya məsələn, yalan danışmaq haramdır. Qeybət eləmək haramdır. Töhmət eləmək haramdır. Nə üçün haramdır? Çünki səni Allaha gedən o yolda, yəni insanın kamilliyə gedəcəyi bir yolda insanı maneə olur. Yəni o maneə olur, insan kəmalata doğru gedə bilmir. Ona görə də Allah Taala bu maneələri qaldırmaq üçün sənə o haram işləri haram buyurur. Yəni o çirkin işləri haram buyurur ki, sən kəmalata doğru rahat gedə biləsən. Üçüncü isə Allahdan istəyirik, ilahi bu gün məni sənə itaət etməyə və günahdan çəkinməyə müvəffəq et. Yəni tövfiq ver ki, mən sənə ibadətlərimlə, itaətimlə sənə itaət eləyim və günahdan da uzaq olum. Baxın, hədisdə buyurulur ki, müminin üçün 3 dənə xislət, xüsusiyyət vacibdir. Onlardan biri tövfiq minəllah. Yəni tövfiqi insan Allah tərəfindən bilər. Yəni bilə ki, biz görəcəyimiz hər bir xeyir işin bir növ Allahın izni lazımdır, icazəsi lazımdır ki, sən o işi görəsən. Allah izin verməsə, icazə verməsə, sən o xeyir işi görməkdə belə aciz qalacaqsan. Ona görə müminin xüsusiyyətlərindən sayılıb ki, tövfiqi Allah tərəfindən bilsin. İkinci isə vaid min nəfsih, öz nəfsini məuzə eləyəndir. Yəni onun qarşısına haram çıxdığı halda o tez özünü kontrol edir, öz nəfsinə müraciət edir ki, bəs bax bu haram ki 5 dəqiqə, 10 dəqiqə, 15 dəqiqə ya məsələn 1 saat bunun ləzzəti olacaq, amma ondan sonra bir ömür onun təsiri, mənfi təsiri qalacaq. Bəlkə hətta bir ömür, yəni sənin hətta övladlarına da onun təsiri keçə bilər, o haramın təsiri keçə bilər. Ona görə müminin xüsusiyyətlərindən də biri budur ki, öz nəfsini vaizi olsun, öz nəfsinə nəsihət eləyən olsun ki, haram işlərdən onu çəkindirsin. Üçüncüsü isə qəbulun min yənsahah, yəni mömin və xeyirxah insanlardan da nəsihət qəbul eləsin. Yəni elə olmasın ki, məsələn, hər bir işi, məsələn, bir mömin ona hər hansısa bir səhv işinə görə nəsihət versə, o onu rədd eləmiş olsun. Xeyr, müminin xüsusiyyətlərindən biri budur ki, o nəsihəti qəbul etsin. Bəs bu hədisdə bəyan olduğu kimi möminə 3 xüsusiyyət deyilib. O xüsusiyyətlər insana çox lazım olan xüsusiyyətlərdir. Bəs Allahdan istəyirik ki, ilahi bizi bizə tövfiq ver ki, ibadət edək, sənə ibadət və itaət edək və tövfiq ver ki, sənin haram buyurduğun işlərdən uzaq olaq. Sonra isə buyurur, yacəbədə sailin, ehtiyac olanlara qarşı səxavətli olan Allah. Bizim bugünkü dualarımızı bugünün hörmətinə xatir, öz izzət və xatir qəbul elə. Bəli, hörmətli izləyicilər, bugünkü söhbətimizin sonuna çatdıq. İnşallah gələn görüşlərdə görüşənə qədər. Vəssalamu aleykum və rəhmətullah.